Çox maraqlıdır. Bax, deyirsiniz ki, mən kimliyimin tərkibində görürəm. Bu kimliyin tapılması, çözülməsi, ümumiyyətlə dərk edilməsi bu özü də heç belə asan bir iş deyil. İnsanların böyük axtarışlarıdır, yəni kimlik. Mənim yadımdadır bir 12, 13, 15 bəlkə yaşlarında deyirdim ki, mən kiməm. Sonradan başa düşdüm ki, bu sual elmi sual deyil, bu fəlsəfə sualıdır. Sən kimliyini tapmaq üçün elmlə onu tapa bilməyəcəksən. Və mən həmişə düşünürəm ki, Allah sirləri bizim gözümüzün qarşısında gizləyib. Buna görə də mən biraz inkişafıma böyük təsir edən daha çox təbiət olub, nəinki ədəbiyyatlar. Mən misal üçün Yaşadığımız təbiət yəni. bəli. Mən misal üçün baxdım ki, təbiətdəki hər bir məxluqun öz yeri var. Ümumilikdə misal üçün də bir kəs bir pişik görər, o birisi gələr bir ölkəyə hansında ki pişik yoxdur. Pişik barədə danışdığını həmin ölkədəki başqa cür başa düşəcək. Misal üçün deyəcək ki, siçan tutur, o da düşünə bilər ki, canavar da siçan tutur, onda canavardır. Deyəcək üstündə tükülüdür, deyəcək canavarın da tükü var, ya itin də tükü var. Nə bilim, o Təsəvvürlərimiz. təbiətin ünsüründə Allah nə qədər canlılar yaradıb, hansı ki bir vəhdətdə bir ekomühit yaradıb və nəticədə bu sistem bir-biri ilə ahəngdə yaşayır və insan cəmiyyətinin içindəki o məxluqatlardan biridir. Amma özünün insanın təbiətdəkindən fərqi ondadır ki, pişik özünə sual verməyim ki, mən kiməm. Biz isə o sualın üstündəyik ki, biz özümüzün ekosistemimizdə öz yerimizi tapa bilmək məsələsidir. Onu tapmaq çətinliyimiz nədir? Çünki bizim ətrafımız, biz olduğumuz cəmiyyətdən kənarda deyilik və ətrafımızın təsirləri bizim səhv tərəfə getməyimizə də gəlib çata bilər. Baxın, deyirəm, bizim bir dostumuzla söhbət edirik, tədris barədə danışırıq. Deyirəm ki, məktəb tədrisi bir standartlar hazırlamaq istəyir. Deyir, sən belə ol günə. Bu belə ola bilər ki, indi Temboli bu gün pulsuz təhsil sisteminin mahiyyəti yaxşı cəmiyyəti işçi hazırlamaqdır. Amma cəmiyyəti inkişaf elətdirənlər o yuxarıdan baxış qüvvələri olanlar olub da, yəni işçi səviyyəsi düşüncəsində baxanlarda olmayıb. Və mahiyyət ondadır ki, bu gün o inkişafa çatmaq üçün sənin o yuxarı baxışın olmaq üçün sən artıq fərqli tərəflərdən baxmalısan sistemə. Bəli.